Kudret testin bu sualın izahına baxaq. Hər il bu tipdə suallar blok imtahanına düşür. Verilmiş sorğulara əsasən C açar sözünə əsasən sorğunun nəticəsini müəyyən edin. Bizə C lazımdır. Əvvəlcə biz bunları hamısının kəşfməsini yazaq. Kəşfmə əndi yazaq. Yəni əndi yazmalıyıq ki, sonra birləşmələrini yazaq. Burada birinci A and B, yəni A ilə B-nin kəşfməsi. Bu A-dır, bu B-dir. A ilə C-nin kəşfməsi yoxdur, sıfırdır. Olsaydı biz bura yazardıq C-ni. Lakin olmadığı üçün biz C-ni bura yazırıq. Çünki B ilə C-nin kəşfməsi var. Kəşfmə də budur. Bu hissə kəşfmədir. Bu hissələr kəşfmədir. A ilə B 100'dür. Burada 100'dür. B ilə C 120'dir. Bu 120'dir. A özü ümumi 300'dür. 300'dən də 100'ü çıxanda 200 edir. Bu 200 oldu. Bu hissə 200 oldu. B 400'dür. 100 ilə 120'nin üstü gələndə 220 olduğu üçün 400'dən 220'ni çıxırıq. Çıxanda 180 edir. Demək bu hissə 180 edir. Bu hissə 180 edir. Və bizə deyir ki, ümumi də bu bütöv ümumi 700'dür. Bizə isə C deyir. Yəni bu ümumi bu bütövü C-ni istəyir bizdən. Demək, burada B avtomatik, burada bilirik ki, B 400'dür. Burada da kənarda 200 də qalır. Üstə gələndə 600 eləyir. 700'dən çıxırıq. Bu ümuminin hamısının hesablamasını çıxırıq 700'ə. Bu 100 elədi. Demək bu hissəsini biz tapdıq ki, C-nin bu hissəsinin 100 olduğunu tapdıq. Və kəşfməsi də burada 120 etdiyi üçün 100'dür.